Müğənni Şəbnəm Tovuzlu arıqlamaq üçün qəbul etdiyi həblərin səhhətində ciddi problemə səbəb olduğunu deyib. O, bu barədə günorta efirdəyik verilişində danışıb. Müğənni 2 həftə əvvəl səhhətində problem yarandığını qeyd edib. 2 həftə əvvəl anidən təzyiqim düşdü. 25 dəqiqə oyanmadım. Yaxşı ki, bizim binanın aşağısında özəl klinika yerləşir. Həkimlər gəldi. Mən limonlu suyu çox içirdim. Bununla yanaşı arıqladıcı dərmanlar da qəbul edirdim. O mənə yaxşı təsir etmədi. Əslində çox adam qəbul edir. Onlardan da soruşduqda bu kimi halların baş vermədiyini deyirlər. Bəlkə də bu mənim təzyiqimin aşağı olması ilə bağlı idi. 50-nin 60-a təzyiq nə deməkdir? Getdikcə də düşürdü. Hər kəs bilir ki, 40 artıq komadır. 25 dəqiqə oyanmamaq çox pis haldır. Çox şükür, yaxşılaşdım.